hazırsızsa artıq maşını sizə də göstərim. Və bu günləri millət, gülüşümdən də bilərsiniz ki, biz maşını rəhliyirik. İpimizi görürsünüz. Bu toxunuşa bax, hamısı mıncıq kimidir. Bu daha akkuratlı, bu daha səliqəlidir. O deyə, çoxdandır mən buranı, çoxdandır heç vaxt görməmişdim buranı ideal vəziyyətdə. Amma maşın çox ürəyimcə oldu. Gedirik. Əl çalır. Salam hər kəsə, mən Fəxri Əsədov və yeni videomuza xoş gəldiniz. Səhv eləmirəmsə artıq 10-cu bölümü, finalni bölümlərdən birini izləyirsiniz. Axırıncı seriya qutarmışdı ki, maşını gətirdi Hikmətin yanına. Hikməti gözləyirik. Hətta belə desəm, həmin axırıncı videodan 5 dəqiqə keçib qalanını çəkirik, belə desəm. Maşın hazır. Göstərmişəm artıq, bilirsiniz vəziyyət nə yerdədir. İndi Hikməti gözləyirəm, Hikmət gəlsin, qarajda bir dənə səliqə səhman yaradaq, maşını görək, hara veririk, başlayırıq sökməyə, təmizlədikcə üstünə yığacaq. Bu videoda məncə maraqlı nələrsə görəcəksiniz. Millət, saat 3-ə işləmişdən qarajdadır maşın. Hikmət 5-də gəlib, əmisinin maşını bırdadı 6 saatdan onu gözləyirəm. Bax, hal-hazırda saat, heç nə yoxdur üstündə, saat 11-dir. Dəqiq data yazacam bura. İndi xodlayıb veririk padiumlikə. Söhbətlərə. Hamısına az qalıb. Əsas odur ki, maşın... yaxşı gözlə. Statsını deyərsən sonra. Əsas odur ki, maşın qarajdadır. Hikmət söz verib, haradasa 2 saat yarıma maşını çıxardacaq. 2 saat yarımda siz indi bu videoda görəcəksiniz. Təbii ki, zarafat edirəm, bir neçə gün buradayıq. Görək. Maksimum, yəni dirəşəcəm də, çadırcat da gətirmişəm. Bax, burada haradasa qurub, gecəni burada keçirdəcəm. Yəni, bu maşın çıxana kimi buradayım. Hikmət də bunu bilir. Bu maşına hələ əl vurmağa qorxuram. Sən də deysən, kırılmaz, at yerə. Gəldim. Qapı, gəldim. Nə eləmək istəyirsən? Açıqdır da qapılar. Bagaj açsın. Ya, bagaj hara açılır, məzələnsən. Bagaj üçün mən girməliyəm salona da, qoşulmuyor, bax. Salam. İçəri pis gündədir, içəriyə baxamıram. Amma yaxşı olacaq. Az qalıb. 2 ayda az qalıb deyirəm. İndi belə. Da, orası elədir. Qırılan da qoşundandır da, yavaş-yavaş. Şeylər eləmək lazımdır, bu bizim şeyindir. Akkumulyatorundur, qucaqlayan. Sonra dəmirlərdir. Hikmət usta bunları şaqqıladacaq. 2. Arxa qazanın. Sən təmizlənəsi şeydən narahat olma da, bəs. Nə tezməyi sorursan usta? Məncə bu da akkumulyatorun altıdır. Düzdür. Akkumulatoru aralayaq. Aralaya bilərik də şu prinsipi. İşimiz yoxdur. Akkumulatoru aralayaq. Oranı bir dənə təmizləyək. Хорошо. Keçək. Klapan haradadır? Hansı klapan? Deyək, klapandan bir dənə sonra olmalı. Var, qırıqdır, maşın içindədir. Bax, doktor. Bu ciddi söhbət. Deyirsən? Rezin də yoxdur. Necə? Bunun burasında rezin var. Doğrudan. Rezin içəridə ola bilər bəlkə də. Söhbət yəqin ki, bundan gedir. Bu da istər-istəməz də bura dəyib deyim. Yəni, bu tapa bilirik,
istəyirsən tapaq al. Bu yəqin ki, adı F30-luq neyini? Mənə Mən də part elə numara baxaq görək nə ilə. Part number indi bu. F32 yəqin çıxar. İndi baxaram, verib baxaram. Sən bir də ona bax. Mən ona baxıram. Amma usta, krılamı mənə söktürmə də. Qorxuram ya onunla. Altdan zad məncə bağlanıb o. O Rəşad vapşı, Rəşad kameraman bir dəqiqə. Bəlkə 4K 60 kadr işləyir. Akkumulyator çıxardım. Akkumulatoru çıxardaram sənin üçün. Bez problem. Bez problem. Çatmıyorum sənə. Nə xoş və gəlməli, nə narahat edir. Çatmıyorum ki, bulanın konka çıxardım olmuş ki, onu çıxartsınlar. Var, bəzi nüanslar var. Mənə bilsən necə gəlir? Daha çox bunlara çox da ciddiyə almayıblar kimi bir fikir yaranır. Nə bilim, əsas Bu qaytarıb yığılacaq detallı. da maşın. Hada yığılmalı maşın. Hadi bu maşın qayıt yığılmalıdır. Yəni bax gör nəsə, Necə var, nə ya? hə, nəsə varsa, buyur. Ha, yəni zarafatsız, yəni nöqsan görürsənsə, sən bildir, mən belə pismasın. Maşın üstündə 5-6 usta işləyib də hərəsi öz işində. Salam aleyküm. Bəli, çəkiliş edirik. Hə, yəni nə edirdim? 5-6 dənə usta işləyib bunun üstündə. Mən deyim ki, misal üçün, bu işi görən usta belə eləməməli idi, belə eləməli idi, yəni. Və yaxud dəmirçi, hə, misal üçün, belə eləməməli idi, belə eləməli idi, misal üçün. Yəni, ümumi işdən mən razıyam, yalan deyim. Hə, ciddi bir şey deyil, ciddi nöqsan deyil, razıyam. Amma hə, bunu knopka çıxardanla bunu mən də razıyam ki, bunu beləsinə belə qırıb çıxartmaq olmaz. Yox, bildim də, yəni izolentindən belə dartıb çıxartmaq düzgün deyil, razıyam. İndi bilmirəm, bəlkə düşünüb bunu çıxardanda bu qırılar. Nə bilim, yəni... Nəysə, boş ver. Nəysə, davam edirik. Mikrofonu söndürdüm. Mən maraqlı. Hikmət var, mənə məsuliyyət yükləyir. Mənə narahat edir. Hikmət, o hara qoy. Saxla da. Ver. Bir moment istəyir. Hələ bir saxla. Qoyarsın, tamam. Qoyarım. Onsuz əsəbləşdirir. Anda qorsun bir də. Yarım saatdır iş 6 saat uzanır. Sən o kalsi məskərdəydi. Sən işlətdin də, o gətirin. Tamam. Yüngül bir dənə əski dəydirim. Çünki elə yerlər ki, bir də görünmür. Amma normalda onu bazarda 3 günə maşın yığanlar. Onun altına heç kim baxmır, elə palçıqlı basılı gedir. Təmiz olmalıdır. İnşallah hə, sabah düşünürəm ki, sabah gün sonunda maşın bir çox normal vəziyyətə gəlməyini düşünürəm. Açığı, ya belə deyim, öz proqnozumu verim də. Bugün heç, bugün bildizdə də təzdən qayıtdım söhbətə. Maşın deməli sabahları babat işləsə. Sabah bir gün babat işləsə səhərdən axşama o birisi günə qalmaya bilər deyə düşünürəm bəlkə də. Çünki yəni zarafatlı işləsə elə çox şey yoxdur, amma xırda işləyirik də orada. Detallı şəkildə. Hətta təmizlik var, o var. Nəzərə alın ki, biz bura fara, stop bağlamağa gətirməmişdik. Maşın salonu təzədən bütün yığılacaq, hamısını sökmüşdük. Gör biz sökəndə podemka qalıb sökmüşdük ki. Bunu deyil. Kırlı var ki usta. Kırlı yox, açmışdıq şeyləri, təkərləri. Buferləri altdan, ipi altdan. Ona görə orada getdi söhbət. Tak. Abi çox qanmana kimi patron edib də yəqin. Deyilənə görə hə. Videoda var eləyiblər, nə dərəcədə sonra olub. Çünki videoda biraz şey var idi.
İstəyirdi məsələn aşağı yuxarı. Makita. Ha, bəs edə. Makita. Şöhrət əmi yüngül kırlı, alüminyum. Ara koyasın. Yürən boş yer tapdım, gəbra. Aradır ora. Boy tapdığı boş yerə var. Allahdan hal-hazır ki, çəkiliş eləyən vaxt, ya maşın yığılan vaxtdır, uçenik yoxdur qarajda. Sən qalsın ki, başqa zəvədir. Uçenik olsun şu göydən asır tellə. Ya Allah. Ha, bu xeyirdə yerindən. Hada bu xeyirdə çıxardıram. Bu xeyirdə yerə. Kor gələ bir dənə. Gəl. Rəşad. Hə, ustaya heyl. Belə şey yoxdur. Bir əlimdə kamera. Sə. Ha. Götür da apar bunu da. Aranda bura. Niyə yalandan qırx olmusan? Məndən spacer soruşurdu, neysə. Aa, bu mamlarındır. Bizə o lazım deyil. Bizə adapter lazım. Orasından tam tutmaz da. Hə, 2 kusok idi axı bu. Ada, bu əlində qalansa gözləmək kim olacaq? Ay kimi, niyə bu biz yapışdırdığı bir-birinə? Tayvan var da qardaşım. 350 manat. Ha, Tayvan gedək alaq da, brat. Zazoru da gəlir. Gəlməsə ütülüyürsən gəlir. Maşın yenə əvvəlki olmasına qayət deyil. Bezli beşi bu belə görməkdən Allah haqqı. Ya təkərin biri yoxdur. Elə hacan açılıb budur. Day 2. Sən olmasan, millət, səsküydən də eşitdiyiniz kimi bazardayam. Yəni bir yarım saatdır gözləyirəm də, yəni bura açılsın, biz gedək. Yəni bu başqa sistemə çevirsələr daha yaxşı olar deyə düşünürəm. Nəysə, məsələ onda deyil, M4 CS yığma videomuzun ikinci günündəyik artıq. Bəzi detallar vardı, bəzi işlər var idi. Onları gəldik, bazardan təmin elədik. İndi gedirəm, razinəm, avtoregistrator almalıyam. Nəysə, bunları düşünürəm, qarajda daha ətraflı sizə danışaram. Nəysə, və işləri yığım, gedim qaraja. Görək bugün hara kimi yığıb çıxa biləcəyim maşını. Millət, papağıma çox da fikir verməyin, tez-tez çölə çıxıb giririk deyə papaqla fırlaram qarajda. Əsas məsələ M4 CS-imizi Moykadan götürdük, bütün motorxanasını, içini deyəndə ki, yəni alt hissəsini falan hamısını yuduq, təmizlədik. Qalan işlər artıq Hikmətin qarajında, yəni universalda olacaq. Maşını da sizə istəyirsiniz göstərim. Vəziyyət belə, maşın bu formada. Motorxananı məncə görmüşdünüz ki, yəni vəziyyət heç də ürək açan deyildi. Amma axır ki, bu sıçanın yuvası, zadı hamısı tərtəmiz təmizləndi gördüyünüz formada. Ümumiyyətlə, yəni məntiqlisi də budur ki, maşın elə söküləndə yumaq lazım ki, altda bizim görmədiyimiz hissələr hamısı təmizlənsin. Düzdür, geri nə qalıbsa, harda nə görsə, onları da artıq rüçünü özümüz həll eləyəcəyik. Amma böyük bir qismini Moykada həll elədik. Motorxanamız maşallah gül kimi də elə. Oradan da elə daha sonra havaladıq. Söhbətləri içində xotladıq, normalda xotlandı. Düzgün dərmandan istifadə eləyəndə yəni problem yaşamırsınız, motorxananı rahat yuya bilirsiniz. Yəni bu baçoku mən nə qədər də əlləşsəm tərtəmiz yuya bilməyəcəkdim. Gördüyünüz kimi ideal. Vəziyyət belə, başqa da hələ ki bir dəyişiklik yoxdur. Qaldı ki, digər tərəfdə dünəndən bəri mən belə desəm, bəzi detallar var idi, hansı ki təmizlənməli idi. Onları təmizlədim, onları da istəyirəm göstərim sizə. Bura mənim zonamdır, biraz qarışıqdır, çox fikir verməyin. Misal üçün, gördüyünüz kimi M. Buna indi xəkandaz deyirlər, patkrelnikin bir hissəsidir. Nə bilim, burada motorxanada olan bəzi plasmaslar təmizlənib. Jabraların gördüyünüz kimi plasmaslar təmizlənib. Bunlar təmizlənib. İndi krıloya çox fikir verməyim, prosta qoymuşam bura. Amma krılonu belə götürəsi olsam, gördüyünüz kimi bütün plasmaslar hamısını bir-bir burada təmizləmişik. Bunu qoyum yerinə. Aha. Yəni ki, davam edirik. Deməli millət, hal-hazırda gördüyünüz kimi və beləncə interest maska taxmışıq. Çünki bərk ximikatlarla iş görürük. Nədir məsələn? Hal-hazırda maşının
bayaqlar görmüşdük ki, detallarını təmizləyirdik, yuyurduq. İndi isə məsələ gəlib satıb patkrilniklərə. Gördüyünüz kimi buraları biraz batırmışıq. Və Hikmətin interest nəsə dərmanı var. Hansı ki, bunu maskasız istifadə edəndə demək olar ki, boğulursan. Ona görə maska ilə patkrilnikləri həll edirik və patkrilniklərimiz burada gördüyünüz kimi. İndi bilmirəm, səsim nə dərəcədə yaxşı gəlir, amma mənim çəkdiyimi istəyirəm, siz də çəkəsiniz. Ona görə bu formada çəkirəm, amma patkrilnikləri qardaşım işləyib də, yəni ideal. Neysə, maskadan nə vaxt canımız qutaracaq desəz, bunu həll eləməliyəm. 2 dənə də arxa patkrilnikimiz var burada, bu formada. Belə. Yəni ki, qardaşım, gecə-gündüz işləyirik. Sizin üçün bir dənə update. Gördüyünüz ki, maskadan camı qutardım. Patkrilniklər burada, hamısı, bütün kusoklar. Hikmət ustamız şüşəni çıxartmışdıq. Şüşəni indi yerinə bərpa eləyir. Burada qamışı var, onu taxacağıq. Ha, güzgücü yerindədir. Qəşəng. İndi plan nədir? Hikmətin planını sizə açıqlayayım. Deməli, ilk növbədə biz bagajın içini yığdıq. Bloklar falan açılmışdı yadımızda. Hamısının yerinə yığdıq. Akkumulyator falan yerində. İçini qəşəng toz soranladıq. Onun üstündən təmizlədik, sildik. İçində idealdır. Və birinci plan avtomobilin arxa hissəsini tamamlamaqdır. Arxa hissəsi inşallah ki, bu günə tamamlamağı planlaşdırırıq. Arxa bamper buradadır, radarlar üstündə. İndi fikir versəz, buranın qara kantı yerləşdirilib. Bura şey gələcək, qırmızı kant. Burada kant olmalıdır. Bu da var və burada çoxdandır gözlədiyim və ilk dəfə sizlə birlikdə maşının üstündə görəcəyim karbon difuzor gələcək bu hissəyə. Və ən əsası da axırda stopları bağlayacaq və bu günü bu formada tamamlamağı planlaşdırırıq. Yəni bu videoda biraz səsim aşağı tonda ola bilər, biraz çox gülməyə bilərəm. Çünki yorğunçuluqdur, yəni ikinci gündəyik və dünənləri 11-də başladıq, 2-də hardasa bitirdik, çox gec idi deyə. Bugün də hal-hazırda saat 11-in yarısı falan olar. Hal-hazırda indi data qoyaram burada, 10-11-in yarısı falan belə bir şey olar. Heç nə, arxasını tamamlayıb bugünü belə bitirmək istəyirik. Sabah qaldığımız yerdən təbii ki, davam eləyəcək. Ha, unutmadan, motorxananı da yuyandan sonra maşın konkret dəyişdi. Onu da istəyirəm sizə göstərim. Təmiz oldu maşın, yəni motorxana bütöv. İndi qalan xırda xuruş orada, burada nəyəsə də qalıbsa, onları artıq özümüz silib təmizləyəcək. Amma ümumi fikir versiniz, maşının üzü gözü açılışdı. Hə, və ən əsas məsələ gün sonunda Hikmət demiş, bu Prado təkərlərini axır ki, yox deyəcəyik. Çünki bizim avtomobilin öz disk təkəri var. Camal usta həll eləmişdi, yadınızdadırsa, onu artıq avtomobilin üzərində görəcəyik. Ən gözlənilməz. Sıxmışam, bunu bərk sıxmışam. Ver gəlsin, ürəyimiz partladı. Cavan oğlan. Üş! Bu manual terapiya. Qəşəng əziz doktor. Əziz doktora buradan salamlar. Əziz doktora bərk salamlar. Necə dəyişdi, necə dəyişdi maşın. Xoşbəxtəm. Bərk xoşbəxtəm. Yəni, difüzoru çoxdandır görmək istəyirdim buferin üstündə. Bugünə qismət imiş. Bu şeylərə görə deyirəm ki, onları indidən... Sağ ol. Onu tapıb atsaq yaxşı olardı əslində. Davay da bir də dəli ol. Mən başım işləmir, Hikmət, tapa bilmirəm o detalı. Hara qoymuşuq evimizə? Videoya bax tapasın. Məzələr var. No. The eyes, chico. They never lie. Salam millət. Başqa şey gözləyirdiniz əslində bilirəm, amma dünəndən bəri çox da bir şey eləyə bilmədik. Interesli problemlər yaşayırıq. Onlardan biri də arxa stopla bağlıdır. Hansı ki, bizim maşının üstündə gələn OLED stopun bir dənə bu hissəsi salamat idi.
Bunu da dünənləri bu hissəsini mən təmizləyəndə nə tərsə, nə cürsə içinə su keçib və üzündə belə ləkələr əmələ gəlməyə başlayıb. Yəni təbii ki, su quruyub deyə ləkə salıb. Bilmirəm nə dərəcədə göstərə bilirəm, göstərə bilmirəm. Bunu aparıram Cavanşir ustanın yanına təzədən. Yəni görək Cavanşir buna nə edə bilər. Nəsə eləyə bilsə, eləyəcək, eləyə bilməsə də Allah kərimdir, yaxşı olar. Bundan savayda niyə davam eləyə bilmədik desəniz maşını yığmağa? Çünki bəzi detallar deyəsən prime tuningdə qalıb. Bəzi detallar dediyim ya iri şeylər yox. Nə bilim filan şeyin plasması, filan şeyin boltu, qaykası. Ona görə elə indi çıxdım. Gedirəm birinci prime tuningə. Görək nə tapırıq, nə inirik. Qalan da ki bu stopu da aparaq verək Cavanşirə. Oradan da qaçaq qaraja. Belə, yəni nə olacağını mən də bilmədiyim üçün sizə də çox bir məlumat verə bilmirəm. Amma bir onu bilirəm ki, yığmağa davam edirik. Növbəti gündəyik. Maşınımız burada, göstərim sizə də. Deməli, dünən bamperi qoyduq. Stopları elə belə elə ki taxmışıq. Qabağa baxası olsaq da 2 metr fara nəsə qoyub, nəyəsə görə dəqiq bilmirəm. Mən də boşluq idi deyə biraz bu salafanları biraz söktüm. İndi maşının içini ximçiska yox, amma təmizləyəcəm. Çünki malyarda qaldığı üçün neçə vaxt fikir verirsiniz, tozmozdur, işin üstü zadı. Monitorun üstündəki tozu falan görürsünüz. Yəni buraları biraz səliqəyə salacağım ki, sonra biz maşının içində çünki yığmalıyıq. Vəziyyət belə. Yığıntı davam edir. Stoplar zadardasa görürsünüz. İndi dəmirləri çıxartmışdılar. Təzədən Hikmət usta onu yerinə bərpa eləyir. Difüzoru bağlayacaq. Yəni hazır qalxmışkən 6 sənə işimizi bitirək. Quş zadı yerinə bağlayaq, rahatlayaq, belə desək. Sonra keçəcək üzü qabağa tərəf. Amma qazan istəyir elə bil gələcəyinə belə. Magna istəyir. Magna nə deyə qardaşım sən? Titandan, zatdan danış mənə. Yaxşı, çox deməyim gözləyir. Vəziyyət də belə. Bu təkər də az qalıb millət. Bu təkərin buradan çıxmağına çox az qalıb. Günün sonu loqonu da taxırıq yerinə. M4 sesi soruşmayın, bəlkə hələ vurmadıq, çünki padirovka olmalı bu detallar. Üz başıma fikir verməyin. Hemen stopu yandırmaq üçün tezdən geyirəm maşının yanına. Bəlkə də indi güya alınacaq. Avtodadır. Gəldim. Qəşəng! Budur! Qəşəng usta. Sağ ol qom. Öpürəm sən. Hal-hazırda Universal Garajda 3-cü günümüzdəyik. Saat hardasa 1 radələrdir və keçən ilin iyun ayından başlayan məsələ bax buna görə idi. Onu da istəyirəm sizə göstərim. Hazırsınızsa göstərirəm. Bəli. Xeyirli olsun deyə bilərsiniz. Avtomobilimizin arxa hissəsi ilə işimizi bitirmişik. Nömrəmiz də öz yerini sonunda gəldi, tapdı. Nömrə qabımız da RCS-dir. RCS Bakıdan əldə eləmişik. Siz də əldə eləyə bilərsiniz. Belə. Amma yan tərəfə baxsaq, işimiz hələ də təbii ki davam edir. Sabahları artıq yəqin ki maşının qabağı da özünü göstərər. Yox, usta? Qabaqda da vəziyyət bu formadadır. Sarılar özünü göstərir. Sadəcə Hikmət üstünə belə plyonka çəkib ki, iş zamanı bir cızıq falan heç nə düşməsin. Yəni bunu da ölkədə 1% usta eləyir yoxsa yox, onu da elə yalan deyərəm. Ona görə də buradayıq da, nə deyim da sizə. Hikmət tərifləməyə ehtiyac yoxdur. 7 ildir xəbərimiz var, nə var, nə yox. Belə millət, bərk yorğunçuluqdur, amma xoş yorğunçuluqdur. Çünki dünənləri Hikmət demiş, biraz məyus ayrılmışdıq maşının yanından. Nə bilim, o düz gəlmirdi, filan zapçası tapmadıq, o, bu, ora, bura, todaşı da. Amma bu axşam artıq gedib rahat yatmaq olar. Yaxşı dincəlib, sabahları gəlib qaldığımız yerdən davam eləyəcəyik. Amma bu dəqiqə ekrandan da görüntüyə baxıram. Odur da, yəni, olmayanlara qismət deyək.
Belə millət, sabah görüşərik. Üçüncü günümüzdəyik. Saçım başım gördüyünüz kimi səliqəyə saldıq. Arada özümüzə də fikir veririk də, normaldır. Hikmət ustamızla qəşəng qırıq. İnşallah sağ-sol kırılıb, bamper falan. Yəni bugün inşallah Allahın köməkliyi ilə bir problemimiz çıxmasa, avtomobilimizin vizual xarici görünüşünü bitirəcəyik və sabahları artıq salona keçid alacağıq və İnşallah ki, sabah axşama maşını buradan çıxardarıq deyə düşünürük. Bu avtomobilimizin üzərində olan Hikmət demiş Prado təkərlərini, disklərini axır ki çıxardırıq. Bizim disklərimiz də buradadır. Onları da geri yerinə bağlayacağıq, amma birinci disklər sökülməlidir. Patkrilnik falan hamısı bağlanmalıdır, krilo falan qoyulmalıdır. Sonunda diskləri də üstünə taxacağıq. Gəlin elə diskləri sökək bir-bir. Qaldıraq və Əhməd biraz qaldır. Hop. Şey istəyir, hava istəyirlər. Ay, bu nə boydadır? Ay, bu nə boydadır bu? Deməli millət, bir şey göstərmək istəyirəm sizə. İndi üzümü görməsəz də məncə olar, əsas iş yerini sizə göstərmək istəyirəm. Deməli, bizdə aporlar gördüyünüz kimi paslanıb. Dünyada neçə dənə maşın varsa, hamısını siz sürməsəniz, yəni istənilən avtomobili sürməyəndə aporunda paslanmalar müşahidə olunur. Çünki bu açıq bir dəmirdir. Bizim bundan işimiz yoxdur, çünki bu aporla indi pastı görünsə də, siz 5-10 km normal tormuz, qaz belə sürsəz maşını, bu özü nakladkanın şotuna təmizlənib gedəcək. Buranı belə desəm, rəngləmək, yağlamaq qəti şəkildə olmaz. Amma bizim bu hissəyə fikir versək, gördüyünüz kimi eyni bir-birinə oxşar material olduğu üçün və açıq, belə deyim, saf metal olduğu üçün üstündə gördüyünüz kimi aksileniyalar falan, ləkələr falan var və ən əsas məsələdir, diskin oturan hissəsində bəzən burada bu aksilleniyaya falan görə, bəzi burada paslanmalar falan görə bilirsiniz və hər dəfə avtomobilin diskin çıxardanda, taxıb eləyəndə, yəni diski taxmazdan öncə bu hissəyə fikir verməyimiz məsləhətdir. Çünki balans yarada bilər. Çünki bura tam təmiz vəziyyətdə olmalıdır ki, disk oturanda arada heç bir boşluq qalmasın. Boşluq qalmayanda, çip qalanda da sizin balans probleminiz olmayacaq. Yəni, ən düzgün qaydası budur. Və bundan savayı bu hissələr də indi biz təmizləyəcəyik. Düzdür, avtomobil zaten yığılandan sonra detallı təmizliyə gedəcək, alt, üst, interyer falan. Amma bu hissəni nə dərəcədə, nə qədər ki görürük, istəyirəm bu hissəni də təmizləyək. Onu da sizə göstərim ki, təmizlənəndə görün necə gözəl görünür. Hazırsınızsa başlayaq, amma ilk növbədə ekskluziv eynəyimizi taxaq ki, gözümüzə, üzümüzə bir ziyan gəlməz. Və beləliklə millət, biz aporumuzu tərtəmiz eləyə bildik. Bunu denən videoda qalsın, sonra soruşmayayım səndən. Deməli, aporunun neçə, yəni minimum Qalınlıq olmalıdır 284 mm. 284 mm-dir. bizdə də 300-dür. Bizdə də 300-dür. Hələ varımızdır, hələ varımızdır. 45 min gedib də olsun da canı. Aha, usta görüntü verirsən. Bəlkə görüntü verirsən ha. Ay sağ ol. Qəşəng usta. Millət qabağı yavaş-yavaş formalaşır. Bir xırda nüansı da istəyirəm sizə izah edeyim. Gördüyünüz kimi bizdə
BMW-nin M əyləc sistemi olduğuna görə bizim burada havalandırmalı aporlardan istifadə olunub və gördük bu havalandırma dediyim bu dəliklərdir. Və məsələ nədir? Siz maşını sürürsünüz, tormuz verən vaxt nakladkadan çıxan tozlar bu dəliklərdən içəri keçir. Yəni havadan savayı bu nakladkanın tozu dediyimiz, o da bu deşiklərdən içəri keçir və daha sonra bu ara kəsmə var deyə buradan da aşağıya tökülür, yəni diskə falan, belə desək. Bizim avtomobilimizdə vur tut, kopartın yardımda qalmağı falan bir ildir rahat sürülmür və bizdən əvvəl nə inirlər, nə ayırırlar bilmirik. Ona görə texniki olaraq hazır əlimizin altında belə bir şərait var deyə ilk növbədə drel vasitəsilə bu dəlikləri, yüngülvari, belə deyim, keçirik ki, həmin tozlar hamısı aşağıya tökülsün. Bundan da sonra ikinci bir drelimizlə də bu dəliklərin üzərində qalan, belə desəm, nakladka tozları hamısını birbaşa təmizləyirik ki, yəni əlimizdən əgər gəlirsə, bu belə bir şəraitimiz varsa, bunu edirik. Sizə də məsləhət görürəm. Yəni, M olmaq məcburiyyətində deyil. Sizdə də belə dəlikli bir şeylər varsa, əyləc sistemi, siz də bunu edə bilərsiniz. Biz də nə ediriksə, təbii ki, hamısını çəkib sizə göstəririk. Hikmət ustamız şofer tərəf krılonu qoyur üstünə. Daha sonra iki krılonu eyni vaxtda sazorunu da verəcək inşallah. Ön bamperə sıra gəldi, çatdı. Hikmət ustamız baxın. Fikir verirsiniz. Bax, setkanı uçdurur. Amma çox açıq eləyiblər, elə bil. Daşsad rahat dəyir radiatorlara. Çünki nəyə görə deyirəm millət, fikir versəz, həmin o setka düşür haradasa bu hissəyə və dünənləri buradan çalan yarpaq, zad, min dənə şey çıxartmışıq. Ona görə söhbəti vurğuluyordum. Hikmət, dayan, asmırırsan. Qəşəng usta. Osan qaqaş. Bəzi kommentlər var idi ki, bəs bu kayen filtrlər qaldı malyarka vaxtı tozun içində, pis günə düşdü, nə edəcəksiniz, təzəsini mi alacaqsınız? Biz təzəsini hələ ki almayacağıq. Plan var, amma hələ ki yox. Onun ömrünü necə uzada bilərik? Tema nədir? Bu filtrin minimal olaraq 50.000 ömrü var. Bu hər dəfə yağ dəyişmədə çıxardırsan, yuyursan 5.000-də, 6.000-də öz xüsusi dərmanı ilə yuyursan. O dərman var bizdə. Var. Olmaz olur mu? Göstərək də bəlkə kimsə Xəbəri yoxdur. Bəlkə kimsə 5.000-dən bir təzəsini alır onun. Ya da elə deyir 50.000-də bir dəfəlik. Ay sağ ol. Yox, bir dəfəlik 50.000 olmaz. Vaxtında gördüyünüz kimi kayenin özünün. Bu təmizləyənidir. Yanındakı nədir? Onu da göstər, görüntü ver. Ay sağ ol. Onda birinci bununla yuyursan, sonra bununla yağlayırsan. Biz havalamışıq, qurulamışıq, hər şeyini eləmişik. İndi ki, yağlama prosesi. Ona bax, vurduqca rozvulaşır. Bilirsən, mən var. İndi kamerada bilməm nətər görünür, amma gözlə... Görünür. Aha, görünür. Rəşad, bax, Rəşad, lazım olacaq sənə. Sənə lazımdır. Ya, kayen də dediyimiz söz gəlir ki, kayen demirik də. Yəni, kayenin elə özüdür. Bazarda neçəyədir bunun? 25 manat. 25 manat, özdə kütaylar eləyirlər Hikmət. Yox, belə gözə gəlimli olur, başa düşsən. Xrom, zat. Anam, xrom, göy, qırmızı, sarı. Orijinal kayenin öz rəngi budur və Belə bir yazılarda olmalı. Aldanmayın. Aldanmayın. Hikmət, nə qədər qalsın bu? 2 dəqiqə qalsın. Bağlayaq üstünə. Tamam, maşında da millət.
Yandan görüntünü görürsünüz ki, patklinik bu tərəf bağlanıb, qabaq bağlanacaq. Yox, bufer qoyulacaq. Sonra patkliniklər bağlanılacaq. Zazor verildi. İnşallah disklərimizi də taxacaq və bu günü belə bağlamağı planlaşdırırıq. Və gözlənilən an, demək olar ki, axırıncı böyük detalımızı yerinə çalışırıq. Şpilka söhbəti. Bu tərəflər getdi. Bu tərəfdə çox da şey eləmir. Və bu saat bu nədir? Boş şey düzəldir. Xaraşo. Ol. Ay, kamera atılladı qırağa. O böyük an gəldi, çatdı. Hələ ki, indi qabaqda elə iş gedir. Arxa. Hə, usta, baxıram, yaxşı baxacam. 20'likləri arxaya, 19'ları qabağa vurmalıyıq. Bunlar da, nə bilim, bir ay olar rahat ki, streçləmişik. Bu günü gözləyir. Elə bunu sizin yanımızda elə açıram, elə ləzzətlə. 20'dir, hə, dəqiq 20'dir, bu, hə. Gəldi, çatdıq. Diskimiz hazır, amma elə bil ki, nəsə çatışmır. Gözlüyün gəlirim. Biri hazır, qaldı üçü. Millət, diski də sıxanda bir xırda momenti də sizə deyim ki, çarpaz sıxmaq lazımdır. Misal üçün, bunu buradan elədinizsə, bir dənə ötürün, digər yerinə eləyin. Bir dənə ötürün, digər yerinə eləyin. Çarpaz eləyəndə daha düzgün formada, Hikmət demiş, ravnomerni sıxmış olacaqsınız. Nə çatışmır, məncə bilirsiniz. Saat 1'dir demək olar, 1'ə qalır. 1 də olmuş ola bilər. 2'yə də işləyə bilər. Diskləri taxmışıq, bir dənə o tərəf qalıb. İndi Hikmət usta Hər şeyi yapışdırıb. hər şeyi yapışdırıb, qalıb bunu yapışdırma. Öpdü. Tamamlandı ya. Tamamlandı, amma tamamlanmayan, nəsə belə iri detallardan nəsə qalıb elə bil. Olur ha. Qəşəng N4. İnşallah ki, bunu bura bir daha salıb yoxlayacaq. İnşallah, inşallah. Qaqa, bu uçacaq. Ay, var üstüne de. O öz yerlərində təmiz gedir deyə biraz klik eləmir, amma yəni Güvən verdi Hikmət sənə. hələ bir dənə çatmayan şey var. Ha? Hardadır o? Hardadır o? Güman edirəm. Gəl, canavar gəl. Adamla da olmaq istəmirəm. Hə ki. Bez numerdə odur. Yox ey. Mən istəyirəm, yalan deməyim Hikmət. Bu mənim maşınıma oxşamır çünki belə. Mən gətirəndə
Dəli eləyirsən ha. Dəli eləyirsən ha cəmaatı. Əziyyətə dəyər. Vallahi hər mənada. Bir də 52 yarım bölüm tez. 26.5 Yox. 52 yarım. 52 26.250 26.2 də hardasa. 26.2 yarım. Sən Can Hikmət nömrənizi adı düz qoy, Rəşad nəsə tapmasın səfir. Deşdirsən. Yerdir məndə filan şey var, onu verərdim. Yəni bumperə heç vaxt dəlik açılmayıb nömrə üçün. New Jersey ştatında olduğuna görə orada da qabaq nömrə vurmaq söhbəti yoxdur. Ehtiyac yoxdur. Amma Bakıya gəlibsə vurmaq məcburdur. Qanunlardır. Variant yoxdur. Ona görə bizdə maksimum səliqə ilə RCS Bakıya da təşəkkür. Bakın bunlarda Abisovkadaş M4'ün yanında CS, MS. Bir dənə dalında Kostel. yazır. Ooo, köşürüzün o. Zordur ya. Yok, bro, kamerada da köşürüzün. Lip istəyir. Ha, əlləş vurur, çatdıramır. Nəsə istəyir elə. İstədiysən istəyir. Nəsə çatışmır usta. Ver oğlu ver, deyil mi? Onu ver. O birinci 5'in altında rezinine bak. Nəsə çatışmır usta. Kəsik var. Nəsə çatışmır usta. Bax bu CS-ə məxsus bir detaldır. Çünki bu kapot ancaq CS-də gəlir. Bir tıklan oradadır. Söhbət qutardı. Salam millət, qaldığımız yerdən davam edirik. Artıq hal-hazırda 5-ci gündəyik. 4-cü gün hanı deyə soruşsanız, 4-cü gün biraz başımız qarışıq oldu. Çünki həm Hikmət ustanın biraz işləri var idi. Bundan da savayı bəzi problemlərimiz yaşandı, bəzi problemlərimiz yarandı, belə deyərdim, təkərlə bağlı. Çünki yadınızdadırsa biz 265-35-19 qabaq təkər zavod razmer əvəzinə 275-35-19 istifadə eləmişdik. Hardasa bir 2 ay bundan əvvəl Camal ustanın yanında, sağ olsun Camal ustaya da buradan təşəkkür. Disk təkər işi bərk məsləhət görürəm sizə də. Yəni Camal ustanın yanına gedə bilərsiniz. Nəysə, sözüm onda yox. 275-35-19-u maşın üstünə bağladıq, amma patklinikə sürtdü. Ona görə də məcbur 265-35-19 bizə lazım idi. Ona görə də dünənləri ön təkərlərimizi təzədən apardıq Camal ustanın yanına və yeni 0 Michelin 2024-265-35-19 bir cüt təkərlə dəyişdiyi təkəri də istəyirəm sizə göstərim. Ay sağ ol. 265-35-19 belə bir cüt təkərimiz yağ içində burada bizi gözləyir. Maşınımızda da vəziyyət vizual artıq bitirmişik. Yəni, məncə siz artıq bunu görmüşsünüz. Amma indi təzədən qaldırdıq. Hikmət altında 1-2 iş var. Onları görəcək, diskləri bağlayacaq. Daha sonra keçəcək interyerə. Çünki avtomobilimizin salonun abifqaları falan heç nəyə hələ ki taxmamışıq. İndən belə inşallah ki bunu taxacağıq. Və ən əsas məsələ, inşallah bir problemimiz çıxmasa, bir problem yaşamasaq, bugün axşam, yəni bugün gün sonunda artıq M4 CS-i biz yollarda görə biləcəyik və bu da o deməkdir ki, videonun da sonuna artıq demək olar ki, az qalmışıq. Yəqin ki, siz hal-hazırda elə 10-cu bölümü izləyirsiniz. Xoş izləmələr. Usta çox qəribə bir şey başa saldığını göstərəcəm. Deməli, bizim avtomobilimiz standart M4 olmadığı üçün aşağıda CS-in lipi üçün belə zavod kranşteynlə gəlir. Bilmirəm, Dorestar M4-lərdə çox güman ki, gəlmir, səbəbini deyəcəm. Burada bir dənə kranşteyn var.
ortada var, promo kuzoya bağlanır. Bir dənə də bu tərəfdə var və Patkrilnikin alt hissəsi var. İndi ustalar adətən buna xəkəndaz deyir. Həmin bu xəkəndaz da bax budur. Bu bizdə üstündən çıxandır və bu da üstündən çıxandır. Fikir versəz biraz burası qırılıb. Biz M4-ün xəkəndazın belə desən tapmışıq. İkisi də M4-ündür. Amma bizimki CS olduğuna görə fikir versəz zavod tərəfindən və üst-üstə qoyanda burada belə bir yarıq əmələ gəlir ki, bizim həmin lipin kranşteyni bura otursun. Ona görə də Hikmət üstündən çıxan CS-in xəkəndazı qırıq olduğuna görə M4-ün xəkəndazını və bu formada kəsəcək ki, kranşteynə təzədən yer alınsın. Bu da maraqlı bir nüans, maraqlı bir fərqlilikdir. Onu da istədim sizə qeyd edeyim. Hikmətə çox müdaxilə etmək istəmirəm, amma bagaj kavraliti yığılır. Bagajı inşallah bitirməliyik. Ayağı çəkmirəm bu Hikmət. Buranın kavraliti qoyulacaq, bunlar ora taxılacaq. İçəridə vəziyyət hələ abifka falan qoyulmuyub, amma bu tərəf abifkamız Hikmət qoyub bura. Yalandan video deyəndə ki, cəmaət məndən istəyirlər, tələb eləyirlər. Bir şey çatışmır, gözdə. O nədir? Bir də onda başsal bilməyənlər var. Birdən sizi maşına basıb aparıb oğurlasalar, bu qolu çəkəndə bagaj açılır. Nə deyim? Bütün Amerikanka maşınlarda bu var. Yəni Chrysler'i də olsun, Ford'u da olsun. Yəni bu olmasa maşın istehsala buraxılmır, belə desək. O da getdi. Mirzə də buradadır ya, bax, uşaqlar. Sonra, Bagaj bağlı olsa belə bu parıldayır da yəni. biləsən, fosu. Fosu. Qəşəng fosu. Gördüyünüz kimi bagajın içi hazır. Samavarımız tüstülüyür. Necə lazımdır. Tüstülüyür, yox, yaxşıdır. CS-in abifkası, arxa sizyankalar bu formada. Axşamınız və yaxud da gecəniz xeyir. Hal-hazırda saat 04:20-dir. 5-ə 20 dəqiqə işləyir. M4-ümüz gözdə belə keçməkdə. M4 CS-imiz artıq hazırdır. Yəni son tamamlama işləri falan təbii ki olacaq, amma ən əsas məsələ 1 ilə yaxındır gözlədiyim gün, bu gün, yəni gəldi çatdı. Çünki inşallah qismət olsa bu gün evə artıq M4 CS-dən ilk dəfə getmiş olacağım. Amma avtomobilimiz belə desəm Kopartda biraz qalıb, biraz yolda qalıb, orada gözlədi, burada gözlədi. Gürcüstanda maşın gözləyən vaxtı, elə ilk gələn vaxtı biz yağını dəyişmişdik. Amma artıq üstündən 6 ay rahatlıqla keçib, düzdür, yəni o qədər sürülməsə də 6 ay keçdiyinə görə və ürəyimiz rahat olsun deyə sizə belə desəm, avtomobilimizin mühərrik yağını dəyişmədən qarajdan çıxmırıq. Mühərrik yağı isə təbii ki Zik Oil-dan istifadə edəcəyik. İndi deyə bilərsiniz ki, Fəxri, burada biz 10 litrə yaxın yağ var, bu maşın o qədər yaxdır. Təbii ki, xeyr. Yan tərəfdə avtomobilimizin, belə desəm, yeni süzüləcək yağıdır. Bu tərəfdə isə flashdan söhbət gedir və istəyirəm biraz flash haqqında sizə məlumat verim. Zik Oil-un özünə məxsus gördüyünüz kimi belə bir qırmızı qablaşdırmada flaşı var. Hansı ki biz flash istifadə eləmişik digər avtomobillərdə. Flashın nə olduğunu bilməyənlər üçün qısaca mən istəyirəm açıqlayım. Flash elə bir qatqıdır ki, siz avtomobilimizin mühərrikinə bunu əlavə edirsiniz və sizdən əvvəlki sahibi, bundan əvvəl nə yağ tökmüsünüz, nə eləmişsiniz, bütün naqarları, belə loru dildə desək, bütün zirzibili, nəyi varsa hamısını bu flash vasitəsilə təmizləyib mühərrikin içindən çölə atacaq. Normalda kiçik qatqılar olur ki, biz bunu əlavə edirik avtomobilin mühərrikin içində olan köhnə yağın üzərinə. Amma Zik Oil-un flaşı ayrıca bir yağ kimidir. Yəni hal-hazırda bizim S55 B30 mühərrikimiz 6.5 litr yağ tutumu var. Ona görə də bizim flaşımız da gördüyünüz kimi 2 ədəd 4 litrli istifadə etməklə, yəni 6.5 litr flashdan istifadə edəcəyik. Və istifadə qaydasında indi sizə göstərəcəm. Saat 5-ə 20 dəqiqə işləyir deyə biraz yuxulu falan ola bilərəm, amma heç nə bizi dayandıra bilməz. Birinci flaşı tökəcəyik və avtomobil stabil öz xodu ilə, yəni neytralda 15 dəqiqə işləməlidir. İşləyəndən sonra flaşı süzürük və keçirik avtomobilimizin yağına. Və bundan sonra deyəcəksiniz ki, Fəxri, bunu bildik. Bir məsələ də var. Daha doğrusu bir hədiyyəmiz var. Hansı ki, avtomobil ölkəyə yeni gələn kimi Avtobez tərəfindən gözlə sizə göstərim. Biraz ağır
ola bilər. Salam edik. Belə bir qutumuz var. İstəyirəm qutunun içindəkilərdə xırda-xırda sizə göstərim. Ələsgərə buradan təşəkkür edirəm. Hər dəfə mənim avtomobillərimə belə diqqət yetirir. Təşəkkür edirəm. Çox sağ ol qardaş. Və nə göndərib bizə Ələsgər? BMW qrupun filtrləri var. Salon filtri var. Bundan savayı BMW qrupun antifrizi var. Bundan savayı. Yəni antifriz falan nə göndərilibsə, yəni dadına baxmaq üçün göndərilməyib də. Avtomobil neçə litr həcmdə antifriz tutursa, yağ tutursa, hamısını göndəriblər, sağ olsunlar. Bundan savayı DOT 4 bizim əyləc üçün olan yağımız var. Düzdür, hələ ki əyləcə çox girişməyəcəyik. Və burada millət 8 litr BMW qrupun 1060 yağından var. Bunu da sizə göstərim. Amma məsələ nədir? Biz 1060-dan istifadə etməyəcəyik. Niyə deyə soruşsanız, indi M sürənlər biraz təkərdə də ola bilər. Biraz səbirli olun. Flaşı süzək. Daha sonra flaşı da xaric eləyimərikdən yağı süzəndə yağ haqqında sizə çoxlarının bilmədiyi bəzi şeyləri açıqlayacağım. Yağı bildik və təbii ki, BMW qrup tərəfindən olan, bu da Avtobest göndərib bizə, sağ olsun, yağ filtrimiz. Yağ filtrimiz burada, flaşımız burada, yağımız burada, antifriz falan enzi, hələ ki yox. Lazım olanda, lazımı probeyka çatanda artıq bizim hazır antifrizimiz var ki, onu da dəyişəcəyik. Odur ki, səhər açılmadan məncə maşının işini həll eləyək, çıxaq yola. O belə qəribə bir şeydir. Nətər bağlayıblarsa açamıram, yön görək. Rahat yemiş. Yuxuluyam millət, çox fikir verməyin, amma hiss edirəm, məriki işə salanda artıq o yuxu falan gedəcək. Deməli, 4 litr tökdük. Bizə lazımdır 2 litr yarım. Burada 4 litr varsa, litr yarım qalmalıdır da məntiqlə. Hikmət demiş, naqlaz. Qalan flaşımızı qoyuruq kənara. Deməli millət, 15, 5, 10, 15. Gözləyirik, söndürürük, flaşı süzürük, yeni yağımızı tökürük, çıxırıq yola. Dedim Hikmət, bu kanistra rahat deyə bilərəm 20 litr. Dedi, hə, rahat. İndi mən riski günahkar oluram. Sovet variantı. Gedir. Belə sistem yoxdur Allah. Fizika. Benzin taxırma olmur yandan. Gərək belə sürəsən də qaqaş, benzin çox işlədir. 15 minutes later. Süzək, yağı süzək, çıxar, 6-ya işləyir. Sıfır 5, 36. Flaşın tam axıb süzülməyini gözləyirik ki, yağımızı süzək. Yəni, üzüm gözümdən məncə hər şey bəllidir. Artıq şərh eləmək istəmirəm. Saat 6-ya qalır və biz yağ süzürük. Bəli. Və nə deyim, yüngülvari qanda çıxartdıq, barmağımı o görtmüşəm. Nəysə, bunu qoysaq qırağa, biz öz BMW M4 CS-imizdə Zik Oil'un 0.40 yağından istifadə edəcəyik və fikir versəniz, yəqin ki, indi yaxın kadrda qoymuşam, amma yenə də göstərim. BMW LL01, yəni Long Life 01. Fikir versəniz, A3 B4 nədir, yəni bizim avtomobilimizin əyninədir və bir şey də deyim ki, HDHS indeksi deyə bir şey var, hansı ki, siz yağın tərkibində həmin HDHS indeksinə fikir verməlisiniz. Çünki bizim mərkimiz 460 at gücündədir, S55, performanslı bir mərikdir. Ona görə də bu məriki maksimum dərəcədə qorumaq lazımdır. Qorumaq da dedikdə təbii ki, yağ qatı, belə desək, HDHS indeksi, yəni yağ qatının, yəni yağ plonkasının qalınlığı mənasını verir və bu tipli mühərriklərdə 3.5, yəni 3.5-dən yuxarı olmalıdır. 3.5-dən yuxarını isə biz sadəcə 40 özüllü yağlarda görə bilirik. Ona görə də 0.40-dan istifadə edəcəyik. Turbo şarjlı
bu tip mühərriklərə 1060 tökməyə biz o qədər də məsləhət deyilmirlər. Tökə bilərsiniz, amma misal üçün necə sırf trekdə idisə, trekdə sürəcəksinizsə, tökün, sürün, amma daha sonra yağı dəyişməyiniz məsləhətdir. Çünki 1060 gündəlik qrajdansk, yəni probkasında, orada, burada sizin mühərrikimizə tədricən ziyan vermiş olacaq. Amma 0.40 ilə tam sintetik zik oil ilə bizim mühərrikimiz tam qorunur. Yəni, biraz efreş deyək. Karamel, yox, bal. Bal daha uyğundur tonuna görə. 4 litrimiz burada. Yəni, eyni elə flash kimi, təbii ki, 6 litr yarım süzəcəyik. Amma bu mühərriklərin nəyə xoşuma gəlmir? Şub yoxdur, şubu yığışdırıblar, elektrona çeviriblər. Düz də əslində normal istifadədə yaxşıdır, amma biz şuba öyrəşmiş insanlar olaraq qıfada öyrəşə bilmirik, amma görürsünüz. Şuba öyrəşmiş insanlar olaraq, yəni şub zorda nağıdır. Çəkdim, baxdım. Nəysə, indi Almanların texnologiyasına qoy sataşmayayım. Bu belə, 4 litr belə. Sürək də sürək, ürəyimiz partladı. Elə, biz istəyəndən də 6-600 falan ardısı maksimum tökmüş ola bilərik. Belə millət, çıxardaq maşını çölə, çöldə də sağollaşaq 6-dır. Yəni, buradan sonra nəsə gözləməyin də məndən, gedirəm yatmağa. Səhər saat 7-yə işləyir, quşlar oxuyur və biz M4 CS ilə nəhayət ki, Bakı küçələrindəyik, qarajdan çıxdıq. Çox xoşbəxtəm. Millət, videomuzu bura kimi səbirlə izlədiyiniz üçün və mənə bu prosesdə, bu yolda dəstək olduğunuz üçün təşəkkür edirəm. Hamınızı öpürəm, bağrıma basıram. Videomuzu bəyənməyi, kanalımıza da abunə olmağı unutmayın. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.